Salam, hər birinizə xoş gördük. Mən ingilis dili müəllimi Həcər. Bugün sizə 2025-ci ilin yeni çıxan 9 illik toplusundan dinləmə metinlərinin izahına baxacağıq. Bu metinlərdə qeyd elədiyim kimi bu ilki 10-cu siniflərə, yəni 2027-ci ildə qəbul imtahanı verəcək abituriyentlərə də aiddir. Çünki növbəti ildən artıq imtahan suallarının bu tipdə olması gözlənilir. Gəlin əvvəlcə dinləməni eləyək, daha sonra suallara bir-bir baxaq. Pumpkins are one of the world's oldest crops. They are large, long, or round vegetables with orange skin. They are related to melons, watermelons, etc. Pumpkins were planted through centuries in North and Central America, and they are one of the most popular crops in the United States today. Although pumpkins are native to Central America, they are grown in almost every part of the world. The only place where it is impossible to grow them is Antarctica. Pumpkins are full of vitamins and minerals. They contain vitamins A, B, and C. Pumpkins can help to avoid eye and skin problems. Pumpkins are low in fat. They contain a lot of water, and all these make them healthy food. One pumpkin has nearly 500 seeds in it. Roasted pumpkin seeds are eaten in Canada and China. Today, in America, carved pumpkins are used to keep the bad spirits away in Halloween. Aha, deməli dinləmədən görürük ki, mətnin mövzusu nədən bəhs eləyir? Pumpkinlərdən, yəni balqabaqlardan bəhs eləyir. Əslində uşaqlar dinləməni eləməmişdən əvvəl belə sizə ipuçları verilir mətn nədən bəhs eləməklə bağlı. Necə? Baxın, birinci sualda pumpkin sözü var. İkinci sualda da pumpkin var. Üçüncü sualda da pumpkin var. Dördün birincisi, ikincisi, üçüncüsü və dördüncüsü. Baxın, bütün variantlarda və bütün testlərdə demək olar ki, pumpkin sözünün adı çəkilir. Deməli, buradan təxmini məna ilə bilmək olar ki, burada mətin balqabaqdan bəhs eləyir. İndi gəlin baxaq görək, əsl variantımız nədir burada? A variantında deyir ki, the ways to grow pumpkins, yəni balqabaq yetişdirməyin yolları. Xeyr, yollarından söhbət getmirdi, ümumiyyətlə balqabaqdan söhbət gedirdi. B variantında different health problems, yəni müxtəlif sağlıq problemlərlə əlaqəli danışmır. Düzdür, problem haqqında danışır, amma bütöv mətn problemlərdən getmir. C variantında one of the world's oldest crop, bəli, dünyanın ən qədim məhsullarından biri. Yəni, yadda saxlayın ki, adətən bizim deməli testimizdə one of variantı varsa 70-80% doğru cavabımız olur. Həmişə yox, amma 70-80% doğru cavabımız odur. Baxın, one of the world's oldest crop, yəni dünyanın ən qədim bitkilərindən biri, yəni balqabaqlar. Ona görə doğru cavabımız olacaq C variantı. İkinci sualda where is it impossible to grow pumpkins? Deyir ki, balqabaqları harda yetişdirmək qeyri-mümkündür. İndi baxaq. Dinləmə mətnində burada gördüyünüz kimi, baxın bu hissəyə. Deməli, the only place where it is impossible to grow them is Antarctica. Deməli, Antarktidada onu yetişdirmək qeyri-mümkündür. Ona görə doğru cavabımız olacaq Antarctica. Üçüncü sualda a pumpkin, balqabaq, is very dangerous for your health. Sağlamlığınız üçün çox zərərlidir. Baxın, ümumiyyətlə yadınızdadırsa mən sizə demişdim ki, mətndə nə isə pisləyirsə, yəni mətndə təriflədiyi bir məhsulu variantlarda pisləyirsə, o variantlar 70-80% yanlış olur. B variantında deyir ki, can create eye and skin problems. Göz və dəri problemləri yarada bilir. Yanlışdır, yenə pislədir, hələ ki saxlayırıq amma. C variantında deyir ki, is low in vitamins, yəni vitaminlərlə azdır. Low. D variantında deyir ki, is not popular in the United States, yəni ki, məşhur deyil Birləşmiş Ştatlarda. Və Y variantında contains nearly 500 seeds. Bəli, bu da var idi bizim mətnimizdə. Contains nearly 500 seeds. Baxın, bu hissədə one pumpkin has nearly 500 seeds in it. Ona görə doğru cavabımız olacaq elə Y variantı.
Daha sonra dördüncü suala baxırıq. Dördüncü sualda true, false istəyir bizdən, düzgün ya da yanlışı. Birincidə, pumpkins were planted through centuries in North and Central America. Bəli, bu hissəni də bizə demişdi mətndə, baxın. Deməli, pumpkins were planted through centuries in North and Central America. Daha sonra baxırıq, növbəti bu doğru olacaq. Dördün ikincisində pumpkins are grown in almost every part of the world. Yəni balqabaqlar demək olar ki, dünyanın bütün hissələrində yetişirlər. Bu da doğruydu. Nəticəyə baxaq, bir dənə göstərim. Deməli, dünyanın bütün hissələrində yetişir. Baxın bu hissəyə. They are grown in almost every part of the world. Onlar demək olar ki, dünyanın hər yerində yetişir. Deməli, bu da doğru olacaq. Dördün üçüncüsündə pumpkins aren't eaten in China and Canada. Yəni, Çində və Kanadada yeyilmir. Bu yanlış olacaq. Gəlin baxaq. Roasted pumpkin seeds are eaten in Canada and China. Deməli, bu hissəndə dediyinə görə bu da yanlış olacaq. Və bu yanlış olacaq. Və dördüncüsündə carved pumpkins are used to call the bad spirits on Halloween. Deyir ki, oyulmuş balqabaqlar pis ruhları çağırmaq üçün istifadə olunurdu. Amma mətndə bizə deyirdi ki, carved pumpkins are used to keep the bad spirits away. Yəni pis ruhları uzaq saxlamaq üçün istifadə olunurdu. Ona görə bu variantımız da yanlış olacaq. Dinləmə mətninin birincisinin izahları bu qədər idi. Əlavə sualınız varsa, zəhmət olmasa rəylərdə qeyd edin. Videonun davamının gəlməyini istəyirsinizsə, bəyənib abunə olmağı unutmayın. Hələlik.